dövr elə dəyişib ki, görürsən ki, bayramlar gəlir, o qədər adi hal halını alıb ki, bir mesaj yazırlar, onu 100 nəfərə göndərirlər. Heç o adam açıb o mesajı oxumur. Amma qabaq necə idi? Qabaq biz birinə qonaq gedərdilər. Mənim uşaqlığım müharibə illərinə təsadüf edib. Həmin dövrdə insanlar kasıb olsalar da o qədər mehriban idilər ki, birinin evində bir dənə adi kənd sopasını, kənd cücəsini kəsirdilər, 3 nəfər, 5 nəfər ailə olaraq qonaq gəlirdi. İndi hamının imkanı var, hamının pulu var, amma o doğmalıq, o mehribançılıq yox. Qabaqlar həyat nə maraqlı idi, qohum qonşu səsli soraqlı idi, dünya bizim məhlə boyda idi, ağlımız onda uşaq ağlı idi. Qabaqlar həyat nə maraqlı idi.